Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ala ali seyyidina Muhammed və əcir fərəcəhum. Assalamu aleykum, hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar, hər vaxtınız xeyir, cümlənin gününüz mübarək olsun. İsmi əzəmin xətmi ilə bağlı Davud ulduzu nə deyilir? İmam Əhməd Əlbuni Həzrətləri Şərh-i İsmi Əzəm isimli kitabında bu hatəm haqqında deyir ki, İsmi Əzəm bu hatəmdə gizlidir. Bu hatəmin həvası bəlaları dəf etmək, xəstəliklərdən qorumaq, xeyirləri özünə cəlb etmək üçündür. Davamında deyir ki, bu hatəmin həvasını açıqlamağa kəlmələr kafi gəlməz. Hatəm-i şərif budur. Deməli, nə üçündür bu? Xəstəliklərdən qorunmaq, bəlaları dəf etmək, xeyirləri özünə cəlb etmək. Gördüyünüz bunu kağıza və yaxud ceyran dərisinə yaza bilərsiniz. Ətraflı yaxından göstərim ki, yazıların qeyd edə biləsiniz, yaxından görə biləsiniz. Bəzi bu Davud ulduzu ilə bağlı bəzi yanlış fikirlər var. Yəni bu ulduz yahudilərlə əlaqəli bir şey deyil. Bu ulduz bizim də İslam aləminin də peyğəmbər kimi qəbul etdiyi Davud əleyhissalamın möhrüdür. Və bu ayət-i kürsünün simgəsidir bu möhür. Bunun açıqlamasını, dəlilini bu gördüyünüz bu YouTube videosunda şəkli gəldi. Sizlərə açıqlamasını vermişəm, çox maraqlıdır. Baxsanız, özünüzdə şahid olarsınız. Yəni bu ulduzun hansısa milləti təmsil etmir. Bu ulduz Davud əleyhissalamındır, möhrüdür. Ondan sonra oğlu Süleyman əleyhissalam istifadə etmişdir. Tamam mı? Yəni bunun kimsə ürəyinə pis gəlməsin. Elə bir şeylərlə əlaqəsi yoxdur. Allahın tək və tövhid yolunda əzab çəkmiş, əziyyət çəkmiş peyğəmbərlərin möhrüdür. Vəssalam. Bunu əvvəldə qeyd etdiyimiz mətləblərlə bağlı, bəlalardan qorunmaq, xəstəliklərdən qorunmaq, bəlaları dəf etmək, xeyirləri özünə cəlb etməklə bağlı istifadə edə bilərsiniz. Həm kağıza, həm ceyran dərisinə yaza bilərsiniz. Təbii ki, ceyran dərisinə yazsanız daha gözəl. İzlədiyiniz üçün sağ olun, Allah'a əmanət olun.